çox gələn suallardan birini ünvanlamaq istəyirəm. Soruşanda nəsə özlərindən, öz hallarından, bədənlərindən razı olmayanda soruşanda ki, bəs nə əcəb dietoloqa müraciət edirsən? Deyir ki, neyinir, resept yazır da mənim üçün. Mən burada bir çoxsunun sualını sizə ünvanlamaq istəyirəm ki, həqiqətən dietoloq resept yazırmı? Yoxsa dietoloq nələri müalicə eləyir ki, insanlar daha çox maariflənsinlər? Mən məsəl üçün qarşıma gələn pasiyentə artıq çəkisinin səbəbini deyirəm. Mütləq. Sizin kökəlməyinizin səbəbi budur. Bunun üçün bunu etmək lazımdır. Bu qida bu vitaminləriniz, bu minerallarınız çatmır bədəndə. Bunları kifayət qədər almırsınız. Buna görə də biz bunları, bu depoları doldurmalıyıq ki, sizin arıqlama cəhdləriniz yəni boşa getməsin, boşa çıxmasın. Ondan sonra artıq bəli, ehtiyac varsa qida əlavələri təyin olunur, qidalanma rejimi tərtib olunur.